Qardaş, təcili əlim yandı. Zona Mərdəkan körpüsünə çatmamış, görsən, düz piyada yerüstü keçid. Dövlət hasarından 50 metr içəridə, 3 sotun içində 120 kvadratlıq təzə təmirli bağ evi, cəmi 128 min. Nəzərinizə çatdırım ki, burada torpağın satı 35-40 min arasıdır. Təsəvvür elə, göstərdiyim yoldan 50 metr içəridə. Burada yəni torpağın sotu, yol tərəf 40 min, buralarda bir 30 mindən. 3 sotu nə qədər eləyir? 90 min. Mən bu evi verirəm sənə 128 minə. 135 mindən çıxmışdı satışa. 7 min endirim, 138 min. 90-dan da çıx 128 qalır. 38 min pul eləyir. Yəni 38 minə gəb onu tək. Bax, yolu çək. Qardaş, gəl bax. 3 sot. Bax, burada bağı bağçası, ağaclığı, istəyirsən bura nə bilim, basen sal. Evin bünövrəsi, fundament, daşızadı, hamısı yerli yerində. Həyətin daşına kimi vurulub. Ev özdə tam təmirli ev eşi. İstifolu zadda necə lazımdır. Hamam aksuarlarına kimi qoyulub. Gəl bax. 120 kvadratlıq evdir, qardaş. Bugünkü gün sən buranı da çək. 120 kvadratlıq minimum. Tikintini 500 manatdan hesabla. Minimumda, yəni şöyle at tulla 500 manatdan 120 kvadratlı nə qədər edir? 60 min. 60 min təkcə bugünkü gün tikinti maya dəyəri sayılır. 60 mindən yəni bu başa gəlməlidir əslində. Zəif də götürsə, yəni tam detallarından saymıram. Mən bura bugünkü gün elə bir pul deyirəm ki 38 min. Torpağı çıx 38 min bu evi satırım. 90 min torpaq, 3 sotu, 38 mində bu ev. 3 sotun içində paket kupçalı, torpaqda, evdə kupçadır. Qardaş, al, düş propiskaya, ipotekaya yararlı. Qiymət 128 min manat. Yenə də deyirəm, zona gördüyün keçiddən gəldin, 3 sotun içində paket kupçalı 128 min.